vaxtımız azdır, nəzərə alıb saatlarla cavab vermə. Qısaca onu deyəcəm, uşaq futboluna vaxt ayırdılan qədər vaxt ayıracam o sala. Bax, mən uşaq futboluna son 3 il yarımda daha yaxın oldum. Məlum səbəbə görə övladım uşaq futbolundadır. Və ora qədər elə bilirdim ki, uşaq futbolunda, məsəl üçün, şuar şəklində bilirdim, bu problemlər var. Hə, liqa pis təşkil olunur, bilirdik ki, pis təşkil olunma nə deməkdir, necə olur? Deməli, o cür olur. Amma uşaq futbolunun içinə girəndə, yəni o mühitin içinə girəndə gördüm ki, o qədər problem var ki, adam bəzən onu bilmirsən, necə ifadə eləyəsən. Yəni, biz Qarabağımızda var klub olaraq, amma uşaq futbolunda belə necə olub ki, biz gəlib Qarabağı kimi bir klubu yaranıb Azərbaycanda. Və ümumiyyətlə, biz hansı əsasla milli komandadan, heç belə deyim, o Moldovanı udmağı niyə belə tələb edirik ki, əgər uşaq futbolumuzda vəziyyət budursa? İndi Allah belə qorxunc danışdım, amma bunu izahını da verim. 1-2, ən yuxarı götürsə 3 klubu çıxmaq şərti ilə, birincisi akademiyaya fikir verən yoxdur. Bilirsiniz, Bakı klubu var idi, indi əfsanəyə dönüb o söhbət. Bakının akademiyasını artıq bazı olaraq, nəinki akademiya, bazı olaraq sökülüb, yerinə göydələnlər tikilib. Bu da aforizm halına almış ifadədir. Amma nəyə gətirmək istəyirəm? Bakı akademiyasının dönəmində üstü örtülü meydança vardı. Bilənlər bilir ki, bu uşaq futbolunda üstü örtülü meydançanın olması çox vacib bir məsələdir. Bir dənə də budur. Yəni, mən Bakını nəzərdə tuturam. Bir dənə o vaxt oradaydı, Bakıdaydı. Və uşaq futbolunda o tip meydançaların rolu çox böyükdür. Niyə? Çünki soyuq havalarda həm məşqin keçirilməsi, həm oyunların keçirilməsi çox problemli olur. Uşaqlar xəstələnir və s. və s. Ondan sonra o dağıdılandan sonra Bakının bazası hazırda üstü örtülü meydança bir dənə Neftçinindir. Və orada bütün yaş qrupları, təxminən aşağı yaş qruplarının hamısı orada məşq edir. Və oranın da ölçüləri elədir ki, düzdür, standartlara uyğundur, amma məsəl üçün artıq 13-14 yaşlı uşaq o meydançada çıxıb böyük meydançada futbolun hiss edirsən ki, rotasiya problemləri yaşayırlar, ümumiyyətlə topu hiss etmək, meydançanı hiss etmək problemləri yaşayırlar. Bunlar bu cür minlərlə xırda problemlər Azərbaycan futbolunda həll olunmalıdır. Mən də Neftçi misalında dedim, yəni Neftçinin stadionu var. Elə klub var ki, təsəvvür edin, meydançası yoxdur. 2 yaş qrupu bir meydançada, məsəl üçün deyək ki, Səbaildəki stadionda məşq edir. 1 yaş qrupu, nə bilim, 7-ci mikrorayonda məşq edir. Yəni belə akademiya olmur. Qarabağın özü də, yəni bu dəqiqə Qarabağ. Məsələn, 1 yaş Sərhədçidə, Tofiq Bəhram burada arxa tablonun arxasında o balaca sürüklü meydançada və orada da belə çökəklər var idi. Bilmirəm, düzəlib bu məsələ həll edilib. Düzəldiblər lap həlla. Amma belə akademiya olmur. Razıyam. Belə akademiya olmur. Akademiya dediyin ümumiyyətlə futbolçu orada qalır, təhsil alır və idmanın sirlərini öyrənir, belə desək. Yəni bu 3 dənə funksionallıq birlikdə olur. Azərbaycanda belə bir nümunə göstərə bilmərəm. Turan və Qəbələnin çıxmaq şərtindən və Qəbələ də mövsüm başlayanda hay-həşir, yəni sos siqnalı gəlirdi ki, oradan akademiyanı saxlaya bilmir. Və son taleyi nə yerdədir, hələ də biz bilmirik. Bərbad vəziyyətdədir artıq. Bu durumda biz Ayxan Abbasova milliyə gəlişi və yaxın perspektivdə millinin nəticələrini müzakirə edirik. Amma uşaq futbolunda görün vəziyyət nə yerdədir. Liqaların təşkili məsələsinə gəlsək, biz bu məsələni qaldırmışıq. AFFA rəhbərliyindən ilk reaksiya bu olub ki, biz liqaların yüksək səviyyədə təşkil üçün birinci uyğun standartlara uyğun meydançalar olmalıdır. Var, amma çox azdır. Binədəki meydançadır, köhnə Neftçi baza dediyimiz meydança və salam. Bir-iki dənə də özəl belə meydançalar var. Bunlar yüksək səviyyədə liqaların təşkili üçün yetərli deyil. Düzdür, köhnə bizim məşhur Şəfa ocaq idi ora. Şəfa stadionu indiki Asqarındadır, son adı bilmirəm nədir, tez-tez ad dəyişdirilir orada. Oranın da infrastruktur olaraq vəziyyəti çox pisdir. Ora ümumiyyətlə yenidən qurma lazımdır.